Salam dostlar. 7-ci sinif Azərbaycan dili dərsliyindən 28 və 29-cu səhifələrdə olan tapşırıqlara gəlin bir yerdə baxaq. Əsas və köməkçi nitq hissələrinin omonimliyi. Bilirik ki, elə sözlər var ki, onlar həm əsas nitq hissəsi kimi işlənə bilər, həm də köməkçi nitq hissələri kimi işlənib bir-biri ilə omonimlik yarada bilərlər. İndi baxaq görək hansı sözlər bir-biri ilə omonimlik yarada bilirlər. Ümumiyyətlə, əsas və köməkçi nitq hissələrini fərqləndirmək üçün biz nə edirdik? Əsas nitq hissələri bilirik ki, ayrılıqda suala cavab verir, ayrılıqda müstəqil şəkildə cümlə üzvü ola bilir, leksik mənası olur, amma köməkçi nitq hissələrdə bunlardan heç birisi yoxdur. Eyni zamanda əsas nitq hissələri söz yaradıcılığında da çıxış eləyir. İndi məsələn bəzi hallarda, istisna məqamlarda düzdür, köməkçi nitq hissələrindən qoşma da söz yaradıcılığında çıxış eləyə bilər, amma bu az məqamdır. Yəni ümumi olaraq deyirik ki, söz yaradıcılığında çıxış etmir. Bir də köməkçi nitq hissələrindən bir dənə qoşmadır ki, qoşulduğu sözlə bir yerdə suala cavab verib, cümlə üzvü ola bilər, amma diqqət edin, qoşulduğu sözlə bir yerdə, yəni müstəqil şəkildə olmaz. Bu nə deməkdir? Bax məsələn, məndən sonra sən gəldin. Nə zaman? Məndən sonra, bax bu ikisi bir yerdə nə zaman sualına cavab verir? İkisi bir yerdə, yəni müstəqil şəkildə olmur. Çünki sonra qoşması birlikdə çıxışlı kala qoşulur. Amma burada mən sonra gedəcəyəm, nə zaman gedəcəm? Müstəqil şəkildə suala cavab verdiyinə görə zərf olur. Artıq gecdir. Daha gecdir mənasındadır, bu ədatdır. İçəridə artıq adamlar var. Burada isə suala cavab verir. Necə adamlar artıq? Yaxşı. Özündən sonra da diqqət eləyin, vergül qoyulubdur. Gedək, gecdir. Modal söz, yaxşı iş, üzardar. Bu da sifətdir və yaxud da ki, ola bilərdi ki, yaxşı danışdın, necə danışdın, belə də olsa məsələn zərf ola bilərdi. İndi 7-yə baxaq, fərqləndirilmiş sözlərin cümlələrdəki mənalarına diqqət yetirin. Onların hansı nitq hissələrinə aid olduğunu müəyyənləşdirin və əsaslandırın. Burada elə sözlə bağlı yazıbdır. Elə sözü nə ola bilər? Elə feil ola bilər. Daha sonra ədat ola bilər. Bir də əvəzlik ola bilər. Məsələn, tapşırıqlarını elə, belə olsa feil olar. Feil olar. Elə mən də sən deyirəm. Belə olsa məsələn suala cavab vermir, axı ədat olar. Əvəzlik olanda da sifətlə zərfi əvəz eləyir. Yəni orada artıq necə sualına cavab verəcək? Özündən sonra isim gəlsə sifət deyərsiniz, özündən sonra hərəkət gəlsə feil. Düzdür, ismi də əvəz eləyə bilər, amma isim əvəz eləyəndə gərək üzərində mənsubiyyət şəkilçisi olsun da, o qədər də çox vermirlər o. Yəni ədatla qarışıq düşməz axı. İndi baxaq. Elə adam tanımıram. Nə cür adam? Elə adam. Burada suala cavab verdi. Necə adam bu? Əvəzlikdir və sifət əvəz eləyib. Elə mən də onu tanımıram. Bu isə ədatdır. Suala cavab vermir. Dünəndən bəri. Bax burada çıxışlı kalada qoşulub. Dünəndən bəri külək əsir. Nə zaman? Dünəndən bəri. Bu burada qoşmadır. Qoşma. Bəri gəl. Burada isə yer zərfidir. Bəri gəl. Yəni bəriyə, haraya? Bəriyə. Bu da yer zərfi olmuş olacaq. Sən nə düşünürsən? Yəni sual verir ki, nəyi düşünürsən? Bu nədir? Əvəzlik. Sən nə düşüncəlisən? Yəni sən necə düşüncəlisən? Sadəcə olaraq qüvvətləndirmə məqsədi daşıyır. Ona görə bu da ədatdır. Tək əldən səs çıxması, hansı əldən, tək əldən suala cavab verir, ona görə sifətdir. Tək sən buna laqeydsən. Bu da deməli burada ədatdır. Görürsünüz, suala da cavab vermir. Bu da olacaq deməli ədat. Sonra keçək indi digərlərinə. Suala cavab versə, uşaqlar əsas nitq hissəsi olar da bilirik. Yəni suala cavab vermirsə deməli köməkçi nitq hissəsidir. Cümlələrdəki altından xətt çəkilmiş sözlərə diqqət yetirin və nümunəyə əsasən cədvəli doldurun. Onun kimi rejissor az tapılar. Burada bir bənzətmə var. Təbii ki, bu nə olacaq? Qoşma olacaq. Bir aparmayaq da, burada başqa kimi də var. Deməli, bu nə olacaq? Onun kimi rejissor bənzətmə qoşmasıdır. Mən ondan kimi gözlədiyini soruşdum. Burada isə qeyri-müəyyən deməli əvəzlikdir. Bu da bura gedir. Sonra yaxşı götür qoy edib, sonra işə başladıq. Yaxşı götür qoy edib, daha sonra işə başladıq. Bu
burada zərfdir. Ona görə gedəcək əsas nitq hissəsinə. Tamaşadan sonra ikisi bir yerdə cavab verir. Tamaşadan sonra qızğın müzakirə başladı. Nə zaman tamaşadan sonra? Müstəqil deyil, yəni zaman bildirən qoşmadır. Bu da bura gedər. Zabit üzünü əsgərə tərəf çevirib nə isə dedi. Bax fikir verin, tərəfdən əvvəl nə gəlib? Yönlü hal şəkilçili söz. Bu istiqamət bildirən qoşmadır. Ona görə bunu tərəf aparacağıq. Qarşı tərəf artıq burada bu isimdir, isim. Bunu da yazacağıq əsas nitq hissəsinə. Qabaq belə şeylər məni narahat etməzdi. Nə zaman? Müstəqil şəkildə suala cavab verir. Bu zərfdir. Bu hadisələr müharibədən çox-çox qabaq olubdur. Bu hadisə müharibədən çox-çox qabaq olubdur. Yəni çox-çox əvvəl olub mənasında. Yəni müharibədən əvvəldə, müharibədən qabaq fikir verirsiniz. İndi bu çox-çox sözü qarışdırar, amma burada belədir də müharibədən qabaq olub. Əslində belə olubdur. Ona görə bu da gedəcək qoşmaya. Sonra keçək 9-a. Sözləri cümlədə işlədin. Kimi qeyri-müəyyən əvəzlik kimi. Mən şifahi deyirəm bunu. Kimi qeyri-müəyyən əvəzlik ola bilər, sual əvəzliyi ola bilər. Bir də bilirik ki, məsafə bildirən qoşma, bənzətmə bildirən qoşma bu kimi də işlənə bilər. Qeyri-müəyyən əvəzlik kimi. Məsələn, deyirəm ki, kimi yazır, kimi oxuyur. İndi başqa cümlə yazın da sizdə. Yönlük halda olan sözə qoşulmuş qoşma kimi. Yönlük halda, məsələn, deyirəm ki, mən evə kimi gedəcəyəm. Evə kimi gedəcəyəm. Belə olanda məsafə mənasını bildirir artıq. Yaylık halda olan sözə qoşulanda bənzətmə olacaq. Məsələn, mən sənin kimi oxumaq istəyirəm. Burada da nə olacaq? Artıq bənzətmə olacaq. Sarı sifət kimi. Məsələn, mən deyirəm ki, mən sarı rəngi sevirəm. Belə olsa sifət olar. Qoşma kimi evə sarı gedirəm. Burada da istiqamət qoşması olar. Feil kimi deyirəm ki, ipi taxtaya sarı. Nəyə sarı? Belə də olsa feil olar. Siz başqa cümlələr çalışın ki, işlədin ki, öyrənəsiniz. Doğru sifət qoşma zərf ola bilər. Bəli. Məsələn, deyirəm ki, doğru söz adama təsir eləyər. Belə olsa sifət olar. Qoşma kimi məsələn istiqamət bildirər də evə doğru gedirəm. Zərf kimi də deyirəm ki, hər zaman çalış ki, doğru danış. Belə də olsa zərf olar. Özündən sonra feil gələndə zərf olur, özündən sonra isim gələndə sifət olur. Mətndə modal sözləri seçin və əsas nitq hissəsi ilə omonim təşkil edənləri müəyyən edin. Bax, burada əlbəttə var. Əlbəttə modal sözü təsdiq edirəm. Sənin dediklərində həqiqət var. Bu artıq burada isimdir, yəni modal söz deyil. Mən buna heç şübhə də etmirəm. Şübhə nə? Burada isim kimi işlənib. Ancaq unutma, qarşı tərəf yəqin var burada bir dənə modal söz. Yəqin öz argumentlərini hazırlayıb. Sonra burada bəlkə də var. Güman, şübhə bildirən modal söz. Bəlkə də onlar sənin sərt cavabını gözləyirlər ki, dediklərinizi sübut etsinlər. Sonra təzədən doğrudur söz var. Doğrudur. Sənin səhvin yoxdur. Amma bəzən haqlı olsan da susmaq lazım gəlir. Məncə hələ söz deməyin vaxtı çatmayıb. Səbr elə. Deməli, burada indi əlbəttə modal söz olur. Sonra bəlkə elə modal söz olur. Yəqin. Yəqin də elə modal söz olur. Doğrudur. Məsələn, desəm ki, sənin dediklərin doğrudur, necədir? Belə olsa sifət olar. Məncə məsələn, nə ola bilər ki? Məncə belə ola bilər də, əvəzi üstə qoşma olar. Onda da omonim sayılmır da, çünki başlanğıc formaları fərqli olur. Belə bir də elə modal söz olur. Məsələn, desəm, məncə çalış, mən qədər çalış. Belə olsa əvəzli üstə qoşma olar. Məncə elə burada isə deməli nədir? Modal sözdür. Sonra qruplarla iş var burada. Verilmiş sözləri həm əsas, həm də köməkçi nitq hissəsi kimi cümlələrdə işlədin. Onların hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin. Bunları da gərək bir-bir işlədəsiz uşaqlar. Qoy, məsələn, əmr ədatı ola bilər, feil olar. Məsələn, qoymaq mənasında olanda deyirəm kitab üstə qoy, təbii ki, feil olar. Desəm ki, qoy sözümü deyim də, belə olsa ədat olar. Yaxşı, bayaqlar cümlələrdə də gördük, yaxşı, sənlə razıyam, belə olsa modal söz olar. Sonra deyirəm ki, yaxşı adam, yaxşı söz, belə olsa sifət olar. Deməli, məsələn, deyək ki, mən bu sözləri ona deməliyəm. Deməliyəm, bu feil olar. Sonra deməli gəlməyəcəksən, belə olsa məsələn modal söz olar.
Sonra deməli sözlər. Yəni deyilməli sözlər mənasında. Belə olsa, deməli fe'li sifət ola bilər, özgə adam ola bilər, sifət olar. Səndən özgə olsa qoşma olar. Görünür olsa, görünürsən tapşırıqlarını vaxtında eləmirsən, modal söz olar. Və yaxud da ki, həqiqətlər görünür. Belə olsa fe'l olar. Bunları siz özünüz yazın, başa düşmədiklərinizi şərh bölməsində yazarsınız, izah eləyərəm. Lüğətin köməyi ilə yalnız sözün ifadə etdiyi mənaları araşdırın. Bu söz cümlədə həm əsas, həm də yalnız nə ola bilər ki? Məsələn, yalnız sənə inanıram. Yalnız sənə inanıram olsa ədat olar da, məhdudlaşdırıcı ədat. Desəm ki, yalnız adam necə olar? Sifət olar. Desəm ki, baba evdə yalnız yaşayır. Burada artıq özündən sonra fe'l gəlibdir. Bu da zərf olacaq. Bayatda işlənmiş bari sözünün yerinə görə qrammatik mənasını müəyyənləşdirin və sinonimlərini tapın. Əzinəm, din barı. Danış barı, din barı. Bunlar ədatlardır. Barı dində, barı danış. Arzu ədatlardır. İgidə tab gətirməz, yağı tikən min barı. Bu isə isimdir artıq burada.